Salı günləri doktoru Aydıxan Qasımova. Buyurun. Xanımın bu müdafiəyə təqdim olunan dissertasiyası ümumiyyətlə bizim ərəbşünaslıqda çox az işlənən mövzulardan birinə həsr olur. Yəni daha çox ədəbiyyat tarixi tədqiqat obyekti olur. Amma Könül xanımın bu işi yəni birbaşa ədəbiyyatşünaslıqla bağlıdır. Ərəb ədəbiyyatı, tarix ədəbiyyatının öyrənilməsi məsələsi ilə bağlıdır. Azərbaycanda bu barədə yazılmış mən indiyənə qədər bu üçüncü işdir. Birinci iş Mahirə xanımın işidir. Səkkakinin Miftahul Ulum əsərinə həsr olunmuş tədqiqat işidir. İkinci iş isə bu yaxınlarda keçən il müdafiə elədi. Əhməd Kömürçünün Qudama İbn Cəfərin Naqduşşar əsəridir. Bu üçüncü bir əsərdir. Çox qəribədir ki, xronoloji cəhətdən baxanda deməli Mahirə xanım işləyib 12-13-cü əsrlərin qovşağında yaşayan bir ədəbiyyat tənqidçisinin yaradıcılığının həyatını öyrənir. Əhməd Kömürçü gəlir 10-cu əsrə. Bu Könül xanımın işi isə daha ondan belə əvvələ gedir. Yəni belə baxanda o mənada demək istəyirəm ki, Könüldən belə xronoloji baxımdan yanaşanda Könül elə o birinci kökündən başlayıb ərəb ədəbiyyatşünaslığının, ərəb ədəbi tənqidinin öyrənilməsinə həsr olunmuş ilk əsəri öyrənir. Bu əsəri tədqiq eləmək özü bir sıra çətinliklərlə bağlıdır. Çünki əsər özü, deyək ki, tədqiqat üçün geniş material verən əsərdir. Yəni, burada əsas nədir? Elə şairlərin adı çəkilir, bunlar təbəqələrə bölünür, cahiliyyə şairləri, məsələn, İslamda yaşayan şairlər və s. Ancaq sual da verildi ki, burada hansı ədəbi terminlər, yəni bu məsələdə biraz kəsaddır. Yəni, Könül xanım demək olar ki, bir xam torpağı elə bir şumlamış, çox əziyyət çəkmişdir. Lakin nəticədə çox gözəl bir tədqiqat əsəri yazmışdır. Əvvəla Könül xanımın işinin məziyyəti odur ki, özündən əvvəlkilərlə, yəni bunun əvvəlki ədəbi tənqidin, ədəbiyyatşünaslığın nümunələri ilə müqayisədə öyrənmişdir, özündən sonrakilərlə müqayisə etmişdir və digər bir məziyyəti ondan ibarətdir ki, İbn Sallam Əl-Cümahi Vasim müəllim də qeyd etdi, yalnız ədəbiyyatşünas kimi tanınır, onun Quranla bağlı əsəri, məsələn, Quranda arxaik sözlər və s. öyrənilməsi, yəni bu cür bir böyük bir şəxsiyyətin İslam mədəniyyəti sahəsində xidməti olan bir şəxsiyyətin həyatını, yaradıcılığını Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə öyrənən bizim deməli hörmətli Könül Məmmədova olmuşdur. Mən bu işlə tanışam, yəni bundan əvvəl kafedrada, müzakirədə biz tanış olmuşuq bu işlə, sonra da yenə də tanış olmuşam və daim də hər müzakirədən sonra da əsər cilalanıb, yaxşılaşıb və indiki görkəminə gəlib çatmışdır. Bu əsəri mən bəyənirəm, sözsüz ki, mən Könül Məmmədovanın lehinə səs verəcəm. Bundan əlavə biz bir yerdə işləyirik, müəlliməsi olmuşam. Həmişə öz çalışqanlığı ilə fərqlənən bir hələ tələbə vaxtından bir nəfər olub. Həmişə kafedraya girərdin, görərdin ki, nigarla oturub nəsə tərcümə edir, yazır, çalışır. Yəni, çox çalışqan qızdır, öz üzərində işləyən qızdır. Mən bilirəm ki, hələ bu axır nöqtə olmayacaq, bundan sonra da işləyəcək. Vasim həm də qeyd elədi, bizim kafedranın bütün ağırlığı, baxmayaraq ki, müəllim keçib, amma laborant ağırlığının hamısını hələ də neçə ildə öz çiynində daşıyır. Biz hamımız onu, yəni, qiymətləndiririk və mən bütün həmkarlarımı Könül Məmmədovanın lehinə səs verməyə çağırıram. Həm əsərin məziyyətinə görə, həm də bir